TikTok platformasında bəzi səhifələr çox ucuz qiymətə, yəni 7 manata ayaqqabı satırlar. Bu da sosial şəbəkə izləyicilərinin marağına səbəb olub. Belə ki, bəzi izləyicilər bu qiymətə şübhə ilə yanaşıb. Bəziləri isə qiyməti dəqiqləşdirərək ünvanı belə soruşublar. Apardığımız sorğudan da aydın olur ki, ucuz qiyməti olan ayaqqabıların keyfiyyətinə inananlar da var, ucuz ətin şorbası olmaz deyib keçənlər də. Ucuz və keyfiyyətsiz ayaqqabılar sintetik materialından olduğu üçün ayaqda havasızlıq yaradır. Bu da dəridə göbələk xəstəliklərinin əmələ gəlməsi ilə nəticələnir. Ayaqqabıların qiyməti ucuz olduğu üçün bəzi şəxslər heç onun darlığına da fikir vermirlər. Bu da baş barmağının əyriliyinə gətirib çıxarır. Ona görə də ayaqqabı alarkən mütləq şəkildə hər zaman ayaqqabının razmeri, ölçüsü çox vacibdir. Ayaqqabının doğru materialdan hazırlanması mütləq fikir verilməlidir. Əgər ayaqqabı düzgün materialdan hazırlanmayıbsa, uşaqlarda xüsusən də uzun müddət ayaqqabının içərisində qaldıqda bunlarda dəri infeksiyaları, göbələk infeksiyaları, dırnaqda proseslərin yaranması halları tez-tez müşahidə oluna bilər. Bir sözlə, ucuz ayaqqabılar insan sağlamlığı üçün təhlükə mənbəyidir. Odur ki, qiymətin ucuzluğuna aldanıb sağlamlığımızı təhlükə altına atmayaq.